Əvvəla mənə dəstək verən insanlara, yaxınlarıma, dostlarıma, vəkillərimə, sosial şəbəkələrdə paylaşım edən, xüsusilə məhkəmələrimə gələn hər kəsə təşəkkür edirəm. Hamılar olsun. Mən cinayətkar deyiləm. Cinayətə yaxın heç bir əməlim olmadı. Məhkəmə istintaqı bir daha bunu göstərdi. İttihamın nə bir şahidi, nə də hər hansı sübutu var. İttiham haqqının boş söz yığını və yalnız yalanlardan ibarət olduğunu real şahidlərin ifadələri və gerçək faktlarla sübuta yetirdik. Halbuki, təqsirsizlik prezumpsiyası baxımından buna heç ehtiyac da yox idi. Bu işdə mən yeganə zərər çəkmiş tərəfəm. Həm azadlığımı, həm əmlakımı əlimdən alırlar. Və hər kəs bilir və anlayır ki, mənim həbsim siyasi sifariş əsasında baş verir. Beləliklə, sözümə Birləşmiş Ştatların 16-cı prezidenti və Amerikada quldarlığa son qoymuş əfsanəvi Abraham Lincoln'un sözləri ilə başlamaq istəyirəm. Siyasətdən getdiyinə dair qərar verən və həqiqətən də yalnız vəkillik fəaliyyəti ilə məşğul olacaq Lincoln, 1849-cu ildə öz gündəliyinə aşağıdakı misraları yazır. Ölkəni səndən əvvəl olduğundan daha yaxşı etmədiyini bilərək ölmək çox ağrılı olacaq. Sanki sən heç yaşamamısan. O bu sözləri qələmə aldığı dönəm İspaniya, Fransa və Almaniyanın toplam ərazilərindən daha nəhəng torpaq parçası olan və ABŞ-Meksika müharibəsi nəticəsində ələ keçirilən Kaliforniya, Amerikanın ən böyük ştatı olmağa hazırlaşırdı. Birləşmiş Ştatlar öz tarixinin ən patriotik dönəmlərindən birini yaşayırdı. Lakin ölkədə quldarlıq, insan alveri tüğyan etməkdə, fərdin fundamental hüquq və azadlıqları vəhşicəsinə pozulmaqdaydı. Bugün bizdə Qarabağımız, bütün torpaqlarımız işğaldan azad olunur. Ərazi bütövlüyümüz bərpa edilir. İnsanlığa və xalqımıza qarşı cinayət törətmiş separatçılar məhkəmə qarşısına çıxarılır. Ən əsası da başqa bir ölkənin ordusu, sülh məramlısı, hərbi bazası ərazimizdə yoxdur. Bu tarixi miqyası böyük olan hadisə və nailiyyətdir. ABŞ prezidenti Donald Trump'ın iştirakı ilə paraflanan sülh sazişi, TRIP layihəsi, imzalanan Azərbaycan-ABŞ strateji tərəfdaşlıq xartiyası təqdirə layiqdir. Lakin Azərbaycanın milli maraqları və inkişafı yalnız müstəqillik, ərazi bütövlüyü və dövlətimizin təhlükəsizliyi ilə çərçivələnə bilməz. Milli maraqlarımız və təhlükəsizliyimiz insan ləyaqəti və rəqabətli oyun qaydalarına söykənən daxili sabitlik, iqtisadi azadlıqlar və mülkiyyətin toxunulmazlığının gətirdiyi rifahla tamamlanmalıdır. Bunlara isə əks mövqelər arasında körpü quraraq, kinsiz yaşamaqla, irəli baxaraq nail ola bilərik. Yalnız arxasına baxan toplum önünü görə bilməz. Önünü görənlər isə tərəqqini yaxınlaşdıracaq. Allah yar və yardımcımız olsun.